Azərbaycanın Çin və Pakistan istehsalı olan JF-17C qırıcılarını istismar etməsi beynəlxalq mətbuatın diqqət mərkəzindədir. Dünyanın aparıcı müdafiə nəşrləri bu addımın Azərbaycanın hərbi hava qüvvələrinin imkanlarına, eləcə də regional təhlükəsizlik mühitinə mümkün təsirlərini təhlil edirlər. Bu barədə yazan nəşrlər arasında Amerika Birləşmiş Ştatlarının National Interest jurnalı və Malayziyanın Defense Security Asia portalı da var. Xarici mətbuatda bu təyyarələrin Azərbaycan hərbi hava qüvvələrinin döyüş imkanlarını əhəmiyyətli dərəcədə gücləndirdiyi vurğulanıb. Mövzu ilə bağlı daha ətraflı sujetə keçid alaq. Azərbaycan hərbi hava qüvvələri yeni nəsil döyüş təyyarələrinin istismarına başlayıb. Söhbət Çin və Pakistan istehsalı olan JF-17C qırıcılarından gedir. Xarici nəşrlər bu addımın Azərbaycanın hərbi hava qüvvələrinin imkanlarını əhəmiyyətli dərəcədə artıracağını bildirirlər. ABŞ-nin National Interest jurnalının yazdığına görə təxminən 40 təyyarənin alınmasını nəzərdə tutan müqavilə Azərbaycan, Pakistan və Çin arasında hərbi texniki əməkdaşlığı daha da gücləndirir. Nəşr hesab edir ki, bu qırıcılar Bakını yeni nəsil çoxməqsədli döyüş təyyarələrinin əsas operatorlarından birinə çevirir. Əlbəttə, onların alınması 40 ədəd nəzərdə tutulub, Azərbaycanın hava məkanını daha da etibarlı etməsinə bir nəticə kimi görmək olar. Azərbaycanın Türkiyə modelinə keçidinə bağlı və Türkiyə ilə birgə təlimlərin keçirilməsi və gələcəkdə hər hansı bir təhlükəyə birgə fəaliyyət göstərməsində JF-17 təyyarələri və Türkiyənin F-16 təyyarələri birgə uyğunluq baxımından çox məqbul sayılan bir belə deyək, təyyarələr kimi qiymətləndirilir. Malayziyanın Defense Security Asia portalı isə qeyd edir ki, JF-17C-lərin tədarükü Azərbaycanın hava qüvvələrinin imkanlarını keyfiyyətcə yeni mərhələyə daşıyır və Cənubi Qafqazda qüvvələr balansına təsir göstərə bilər. Portal bunu həm də Azərbaycan, Pakistan və Türkiyə arasında hərbi əməkdaşlığın dərinləşməsinin göstəricisi kimi qiymətləndirir. JF-17C müasir AESA radarı, rəqəmsal idarəetmə sistemi və müxtəlif tip idarə olunan raketlərdən istifadə imkanlarından seçilir. Təyyarə həm hava döyüşləri, həm də yerüstü hədəflərə zərbələr üçün nəzərdə tutulub. Digər yandan bu proses təkcə hərbi deyil, regional geosiyasi baxımdan da mühüm hadisə kimi qiymətləndirilir. Azərbaycanın JF qırıcılarını istismara qəbul etməsi təkcə hərbi aviasiyanın yenilənməsi deyil. Eyni zamanda ölkənin müdafiə və xarici siyasət strategiyasının mühüm elementlərindən biri kimi qiymətləndirilə bilər. Burada əsas məqam Azərbaycanın müdafiə qabiliyyətini müasir texnologiyalar əsasında gücləndirməklə yanaşı hərbi texniki əməkdaşlıq coğrafiyasında genişləndirməsidir. Bu addım rəsmi Bakı ilə Pakistan və Çin arasında strateji əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərir. Digər mühüm bir məqam ondan ibarətdir ki, müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin təhlükəsizliyi artıq yalnız silahlı qüvvələrin say üstünlüyü ilə deyil, texnoloji üstünlük, əməliyyat çevikliyi və alternativ tərəfdaşlıq imkanları ölçülür. Hərbi analitiklər JF-17C-ni bəzi xüsusiyyətlərinə görə ABŞ istehsalı olan F-16 ilə müqayisə edirlər. Hər iki təyyarə eyni sinfə aid olsa da JF-17C daha münasib qiymətli və aşağı istismar xərclərindən diqqət çəkir. Bütün bunlar fonunda hesab edilir ki, yeni qırıcıların silahlanmaya qəbul edilməsi Azərbaycanın hava məkanının müdafiəsini gücləndirəcək, eyni zamanda ölkənin müasir hərbi aviasiyaya keçidində mühüm mərhələ olacaq.